Salam dəyərli tələbələr, hər vaxtınız xeyir. Qəbul imtahanına az bir müddət qalmış, informatikadan qəbul tipli sualların izahı ilə biz davam edirik növbəti bir videoda. Diqqətlə baxın, bu suallar qəbula düşə biləsi potensial suallardır. Hər bir izahına diqqətlə baxın, çalışacağam ki, ətraflı izah edim. Odur ki, vaxt itirməyək, başlayaq 26-cı sualda. Desktopda iş masasında siçanın sağ düyməsi kliklədikdə ekranda kontekst menyu açılır. Hər hansısa bir qovluğu yaratmaq üçün menyunun hansı sətrini seçmək lazımdır. İndi mən sizə iş masasını göstərəcəm və sağ düyməni bir dəfə vurduqda buradan new kateqoriyası çıxır və biz buradan deməli kontekst menyudan new əmrini seçib buradan foldera vursaq yeni bir qovluq yaratmış olacağıq. Oldu. Həmçinin bunun digər yolu da klaviaturadan Ctrl-Shift-N düyməsinə vurmaqdır. Yeni qovluğu belə də yarada bilərik, Ctrl-Shift-N vasitəsilə də yarada bilərik. Demək ki, düzgün cavabımız burada olacaq A variantı. New deyir, sətrini seçmək lazımdır. İşarələdik A variantı. Və digər variantlarda nələr var? Məsələn, properties, bunları da analiz eləyək, tək cavabı deməyək. Properties hər hansısa bir failin xüsusiyyətlərinə baxmaq üçündür. Failin kontekst menyusunda gəlir. Və yaxud ekranda olan piktoqramları avtomatik nizamlanmaq üçün iş masasında, kontekst menyusunda belə bir əmr var. Auto-Arrange icons. Refresh iş masasını yeniləyir. Create shortcutda qısa yol yaradır. Bilirik ki, qısa yol failə doğru sürətli keçid üçün nəzərdə tutulan bir deməli obyektdir. Qısa yol da yaratmağın yolunu deyim sizə. Hansısa bir faili seçib sağ düyməni vurub bu hissədə create short əmrinə vursanız onun qısa yolu yaranmış olur. Və bilirik ki, qısa yolu sildikdə failin özünə heç nə olmaz. Sadəcə qısa yolu silinmiş olmuş olar. Bildik, ətraflı da öyrəndik. Gərək 27-ci suala. File Explorer, yəni fail bələdçisi proqramının ünvan sətrində C qoşa nöqtə yazıb Enter düyməsinə basdıqda nə baş verəcək? Əlbəttə ki, ünvan sətrində C qoşa nöqtə yazdıqda bu C diskinin məzmununun açılmasına səbəb olacaq. Yəni düzgün cavab C variantı olmuş olacaq. Qeyd etdiyimiz şeyi yoxlayaq. Biz əvvəlcə File Explorer-ə gərək. File Explorer Windows-onda diskin saxlanma strukturunu göstərən bir deməli pəncərədir. Diskdəki məlumatların saxlanması. Bu File Explorer pəncərəsidir. İndi biz nə edirik? Yuxarı hissədə ünvan sətri bu hissədir. Bu hissədə yazıram ki, C və qoşa nöqtə. Saniyə, C qoşa nöqtə. Enter düyməsini vuran kimi dərhal gördüyünüz kimi C diskinin məzmunu açılmış oldu. Və yaxud da bura yazsaq D, onda D diskinin məzmunu açılmış olacaq. Baxın, Enter vurdum, D diskinin məzmunu açılmış oldu. Demək belə. Sualın da cavabını bildik. Qayıdırıq indi əvvələ. Düzgün cavab oldu burada nə? C diskinin məzmunu ekrana çıxar. Gəldik bir növbəti suala, 28-ci suala. Kontekst menyunun format CS əmrinin köməyi ilə hansı əməliyyatları yerinə yetirmək olmaz? Söhbət gedir Excel 2019-dan. İndi gəlin mən bunları bir-bir oxuyum, ondan sonra göstərəcəm sizə. Xananın fonunu dəyişdirmək olur. Yəni bir xana düşünək, həmin xananın içərisini rəngləyəcəyik. Göy, mavi fərqi yoxdur. Fonunu dəyişmək olur. Sərhəd xəttinin tipini də dəyişdirmək olur. Məsələn, bu qırıq-qırıq xətt ola bilərdi, qalın xətt ola bilərdi. Mətnin istiqamətini 15 dərəcəli bucaq altında da verə bilərik. -90-dan -90-a qədər biz mətnlərə istiqamət verə bilirik. Sərhəd çərçivəsinin rəngini də dəyişdirə bilirik. Deməli, C, D də olar. Xanaya düsturu daxil etmirik. Çünki bunun üçün nəzərdə tutulan panel formula bar, yəni düstur sətri panelidir. Biz həmin o kontekst menyudan bunu eləyə bilməyəcəyik. Formula bar yazın. Oldu. Yoxlayaq indi görək, həqiqətən digərləri mümkündürmü? Əvvəlcə Excel proqramını açaq. Excel açdıq. Bunları da təmizləyək, bizə lazım deyil. Hələ ki, gələk bir boş sənəd yaradaq. Aha, yarandı sənəd. Baxın, söhbət buradan gedir. Demək, biz buradan alignmentdən və ya numberdan fərqi yoxdur. Hansına vursaq, eyni pəncərə açılır onsuz da. Format CS açıldı. Deyir, bu pəncərədən nələri etmək olmaz. Burada düstur sətri yoxdur. Amma onun qeyd elədiyi kimi, baxın, xananın daxilinə rəng verə bilərik. Görürsünüz, aşağı hissədən deyir, sənin rəngin bu rəng olacaq. Ok düyməsinə vursaq, xananın fonu dəyişdi. Və yaxud da sərhəd xəttindən gedirdi, düzdür. Border hissəsinə girsək, bu hissədən sərhəd xəttin qalın, iki qat xəttlə və yaxud qırıq-qırıq xəttlə verə bilərik. Biz də bunu buradan həyata keçirə bilirik. Sərhəd xəttinin rəngini də dəyişdirmək olur. Fikir verirsiniz, sərhəd xəttinin rəngi buradan daha da tünd. Və ya məsələn deyək, göy rəngdə eləyə bilərik. Ok düyməsinə vursaq, sərhəd xəttinin rəngi dəyişib göy olmuş olacaq. Yəni də məsələn, burada yoxlayaq. Əvvəlcə borderdan seçək qalını, bu hissəni. Ondan sonra bunu da seçək, göy rəng eləyək və belə bir şey eləyək ki, hər tərəfdən olsun. Yox, elə olsun. Ok düyməsinə vursaq, bəli. Gördüyünüz kimi bu hissə tünd göy rəngdə olmuş oldu. Bunu da eləyə bildik.
Və ondan sonra 15 dərəcəli buzaq verir deyir. Bu hissədən baxın, düyməni yuxarı aşağı eləyədikcə buzaqlar verə bilərəm. -90-dan -90-a qədər biz buzaq istiqaməti verə bilirik. Yəni məsələn deyirəm, bura yazıram Əmrah Əhməd və ondan sonra bunu belə eləyək. Və ondan sonra gəlirik, seçirik bu xananı. Buradan dəyişib müxtəlif bucaq istiqaməti verə bilərik. Bir dəfə vuran kimi gördüyünüz kimi həmin bucaq istiqamətində mən dəyişdirmiş oldum. Demək, düzgün cavabımız qeyd elədiyimiz kimi xanaya düstur daxil etmək mümkün deyil. Oldu. Gəldik digər hissəyə. 29-cu suala. İlkin verilənlərin x-in -15, y-in -2 qiymətləri üçün algoritmin icrası nəticəsində z dəyişəninin qiyməti nə olar? Gəlin də özümüz hesablayaq bunu. Bir dənə baxın, burada x-in qiyməti -15, y -2. Birinci şərtimiz deyir, bu hissədir. Deyir 0 böyükdür x-dan. X-in qiyməti -15-dir. Və həqiqətən də düz deyir. Burada 0 böyükdür -15-dən. Doğru deyilsə biz hə qolu ilə gəlirik. Yəni bu tərəfindən gəldik, düşdük aşağıya. Oldu. Deyir, buru ilə gəldik, düşdük aşağıya. 0 -15-dən böyükdür. Deyir, bu dəfə növbəti şərti yoxla. Y böyükdür 0-dan. Y-in yerinə də yuxarı hissədəki -2 qiymətini yazıram. Yazıram bura -2. İndi -2 0-dan böyükdür. Əlbəttə ki, deyirsiniz, yox. Onda yoxla gəlirsiniz. -2 0-dan böyük deyil. Yox gələndə z-in qiyməti nə çıxır? 3 çıxır. Aşağıya da deyir ki, son olaraq z-i çap elə. Yuxarıda da deyir, onsuz da z dəyişənin qiyməti neçə olar? Dedik ki, bu hissədəki z-in qiyməti hazırda 3 qiymətidir. Demək, onda z-in 3 qiyməti çap olunmuş olacaq. Və ya z dəyişəninin qiyməti 3 olmuş olacaq. Cavab oldu 3. Bu qədər. Oldu. Diqqətli olmaq lazımdır. 2 dənə şərt yoxlasanız, sual sizi birbaşa ilə cavab aparır. 30-cu suala baxaq. Daxili yaddaş qurğularını seçin. 6 dənədir. Daxili yaddaş qurğuları RAM, ROM, keş yaddaş ən əsas daxili yaddaş qurğularıdır. İndi çeviç maqnet disk FTD. Bu 1,44 MB-a malik idi və elastik maqnet disk də deyirlər buna və bu xarici yaddaş qurğudur əlbəttə ki. Ona görə biri siləcəyik. Variantlardan da siz eyni zamanda biri silməlisiniz. Görürsünüz, 3 dənə variant birdən gedirdi. Yəni din belə şeylər sevir. Ona görə diqqətli olmaq lazımdır. Əməli yaddaş qurğusu RAM. Bəli, RAM daxili yaddaş qurğusudur. Enerjidən asılı olan yaddaş qurğusudur. Aktiv verilənləri özündə saxlayır. Kompüter sönəndə RAM-da heç bir məlumat saxlanılmır. Kompüter sönən kimi RAM-dakı məlumatlar itir. Daimi yaddaş qurğusu, bəli, bu da ROM-dur. Sərt maqnet disk HDD-dir. Xarici yaddaş qurğularından məşhurlardan biridir. Streamer maqnet lent qurğusudur. Xarici yaddaş qurğusudur. Keş yaddaş da əlbəttə daxili yaddaş qurğusudur. Bu RAM ilə prosesor arasında informasiya sürətini, informasiya mübadiləsinin sürətini tənzimləmək üçündür. Oldu. Cavab olur 2, 3, 6. Yəni D variantımız düzgün cavabımız olmuş oldu. Bax belə. Daxili yaddaş qurğuları və xarici yaddaş qurğularını əzbər bilməyiniz önəmlidir. MS Office proqramları hansı növ proqramlara aid edilə bilər? MS Office proqramları bizim üçün yararlıdır, düzdür? Yəni konkret məsələlərin həllində, məsələn, mətn yazmaq lazımdırsa Word, təqdimat yaratmaq lazımdırsa PowerPoint. Bu da tətbiqi proqram paketidir əlbəttə ki. Çünki tətbiqi proqram paketi də belədir axı. Qeyd edirik ki, tətbiqi proqramlar konkret məsələlərin həlli üçün lazımdır. Eynən MS Office-də onun kimidir. Cavab olur Y variantı. Gəldik 32-yə. Slaydın dublikatı hansı lent tabı ilə yaradılır? Baxın, slaydın dublikatıdır, slaydın yaradılmasıdır. Hər ikisi baş verir həm home tabından, həm də insert tabından biz bu ikisini həyata keçirə bilərik. İndi mən sizə onu göstərəcəm. Yeri gəlmişkən, slaydın dublikatını yaratmaq üçün də slaydı seçib Ctrl-C, Ctrl-V və ya birbaşa Ctrl-D etsək kifayətdir. Göstərim indi bunu sizə. Deməli, PowerPoint açaq. PowerPoint də bu hissədə Home tabında Slides qrupundan New Slide'ın alt kateqoriyasından mən Duplicate Selected Slide, dublikatını çıxarda bilərəm slide'ın və ya Insert-ə də gəlsəm, yenə Slides qrupundan New Slide əmrinin alt kateqoriyasından Duplicate Selected Slides eləsəm, slide'ın dublikatı yaranmış olacaq. Oldu. Və yaxud da seçdim bunu, Ctrl-C, Ctrl-V etdim və ya Ctrl-D-yə vursam, gördüyünüz kimi sürətli dublikatı yarada bilərəm. Bax belə. Dublikat da bu da, yəni yeni kimi başa düşməyin bunu. Məsələn, burada bir dənə 9-da fiqur var, düzdür? Ctrl-D eləsəniz, onların dublikatını yaradır. Yəni, məndə hamısı ağ idi. Ona görə bir fərqlilik görünmədi. Bir dənəsini belə elədim ki, bilin ki, dublikat budur. Kopyasını yaradır elə. Bunu da bildik. Bağlayaq bunu da. Excel-də bağlayaq, bizə mane olmasın. Gəldik növbəti suala. 33-cü sual. Word 2019 mətn prosesoru üçün xarakterik deyil. Əlifba göstəricilərinin yaradılması.
Baxın, bu Word üçün xarakterikdir. Niyə? Çünki əlifba göstəricisi budur. A-dan Z-yə doğru sıralamaq. Bu Word-də paraqraf hissəsində var. Bax, göstərəcəm sizə bunu. Açaq Word-ü. Word-ü. Deməli, əlifba göstəricisi dedikdə bunu nəzərdə tutur. A-dan Z-ə doğru bu hissədə home tabında var. Bəlkə də bura qalsın. Saniyə. Ctrl F1. Aha. Bu hissədə əlifba göstəricisi var, deyə A-dan Z-ə doğru. Ondan sonra görək o bir sual nə idi? Mətnin formatlaşdırılması. Təbii biz mətnin rəngini, mətni qaraldıb, onu böyüdə bilirik də. Yəni formatlaşdıra da bilirik. Bu da olar. Mündərciyyatı da referens tabından yaradırıq. Göstərim onda sizə. Referens tabında birinci qrup elə mündərciyyatlar qrupudur. Mündərciyyat yaratmaq mümkündür. Cədvəldə verilənlərin konsolidasiyası, əlbəttə ki, söhbət cədvəldən gedirsə, dərhal adamın ağlına Excel gəlir. Konsolidasiyada cəmləmə deməkdir. Cədvəldə verilənlərin cəmləməyi və müxtəlif əməliyyatlar apara bilərik xanalar daxilində. Mətn qutusunun sənədə yerləşməsi bu da Word-də baş verir. Çünki insert-də textbox əmri vasitəsilə biz mətn qutusu yerləşdirə bilərik. Deməli, burada olanlardan yalnız cədvəldə verilənlərin konsolidasiyası mümkün deyil. Cavab olur ona görə D variantı. Baxaq 34-cü suala. Deyir ki, burada mətn prosesorunda cədvəl verilib. Biz bu cədvəli çevirməliyik mətnə, tərsini eləməliyik. Yəni, cədvəli çevirməliyik mətnə. O zaman belə deyək, cədvəlin hər bir sütunu yoxdur. Onların bu xəttləri var, deyə bunlar. Bunların yerinə mən qoyacam nöqtə vergül. Çünki məndə bax, aşağıda yazılıb ki, ayrıcı kimi nöqtə vergüldən istifadə edeyim. O zaman birinci şəhər olmalıdır, nöqtə vergül. Malın adı olmalıdır, nöqtə vergül. Olmalıdır ikinci, üçüncü ay, sonra da satılıb olmalıdır. Bax, gəlin variantlara baxaq. Şəhər, malın adı, ay, satılıb. Doğrudur. Şəhər, mal, ay, satılıb. Malın adı satılıb. İndi B variantına baxaq. Şəhər, malın adı, ay satılıb. C-də görürsünüz, şəhər, ay satılıb yazılıb. Axı bizdə şəhər, malın adı, ay satılıb gəlməlidir. Bu səhvdir. D-də ki, yazılıb şəhər, Bakı, Sumqayıt, Gəncə. Bu sizi çaşdırmaq üçün verilmişdi. Yuxarıdakı cədvəldə necə sıra verilibsə, ardıcıl olaraq 1, 2, 3, biz də elə yazmalıydıq. Yəni, bu da yanlışdır. Şəhər, Bakı, Sumqayıt gəlməməliydi. Burada da şəhər, Bakı, Sumqayıt, Gəncə yazıb. Bu variant da səhvdir. Bizə dənə birinci sətrin düzgün açılışını bildik və 3 dənə variantı sildik. Növbəti gəlir bu hissə bizdə. Deyir ki, ikinci sətrə bax. Baxın, ikinci sətr Bakı ilə başlayır. Yanvardır, sonra 5-dir, sonra da heç nə olmamalıdır. İndi baxırıq B variantına. Bakıdan sonra nə gəlməli idi? Yanvar gəlməli idi. Düzdür, malın adı aşağısına bu yanvar gəlməli idi. Dəxli nədir ki, malın adı ilə yanvarın əlaqəsi yoxdur? Cədvəl mənə belə verib. Mən də belə yazmalıyam. Malın adının aşağısında yanvar olmalı idi. Mən baxıram ki, burada deməli B variantında malın adı aşağı hissədə stul yazıb. Deməli yanlışdır. Burada stul 3-cü sətirdədir. B variantında bunu 2-ci sətrə yazıb. Demək bu yanlışdır. Bir dənə qalır A variantı. Həqiqətən də baxın, Bakı yanvar 5 boşluq, Bakı yanvar 5 nöqtə vergül qoyub heç nə yazmayıb boşluq. Sumqayıt stul fevral 6, Sumqayıt stul fevral 6 və Gəncə mart 3 eynən o formada da Gəncə mart 3 yazılıb. Buranı boş saxlayıb. Demək cavab oldu A variantı. Oldu. Bu formada eləyə bilərik. Adətən biz sualları belə görmüşük. A variantını verir, deyir bunu cədvələ yığ. Bu da qəşəng bir sualdır. Cədvəli verib, deyir bunun mətn formasına çevir. Gələk növbətisinə. 35 deyir MS-DOS-da failin adının maksimal uzunluğu nədir? Bilir ki, MS-DOS əməliyyat sistemində nöqtənin sol tərəfində maksimum 8, nöqtənin sağ tərəfində genişlənmə hissəsində maksimum 3 simvol olmuş olardı. Fayl adı deyirsə, əlbəttə nöqtədən sol tərəfi götürürük biz. Nöqtədən sol tərəfdə maksimum 8 simvol olmuş olardı. Bu qədər. 8 olmuş oldu. 36-cı suala baxaq. Sahəyə ondan çox hərf daxil etməmək üçün mətn sahəsinin hansı xüsusiyyətindən istifadə etmək lazımdır? Bu file size sahənin ölçüsüdür. Məsələn, söhbət nədən gedir? Biz bir şey yazmaq istəyirik də bu hissəyə, xana daxilinə. Sahə dedikdə, yəni aksesdə cədvəlin elə bir xanasına. Mən bu xanaya istəyirəm ki, ondan çox simvol yazılmasın. Yəni say olaraq 1, 2, 3-dür. Ondan çox simvol yazılmasın. Bunun üçün biz file size hissəsindən istifadə edəcəyik. Onu aksesdə sizə istəyirəm göstərim. Özdə hansıdan deyir? Deyir mətn sahəsində. Yəni text sahəsindən gedir söhbət. Əvvəlcə akses açaq burada. Aksesdə yeri gəlmişkən açanda da deyim. Yaradılmış failin genişlənməsi görürsünüz ki, ACC-DB-dir. Açdıq bunu. Deməli, biz gələk bu tərəfə. Cədvəlimizin konstruktor rejiminə. Burada ID hissəni avtonom və yox. Götürüb eləyək short text. Burada yazaq, məsələn, ad. İndi bunu dəyişdirdik. Bu hissədə belə bir əmrimiz var. File size hissəsi. 255-dən maksimum simvol yaza bilərik. Düzdür. Biz 255-i eləyirik 10 dənə. Bu hissəni dəyişdirdim.
İndi keçid alıram rejimə. İndi mən buraya yazmaq istəyirəm. Tutaq ki, ad hissəsinə Məhəmməd Əli. Məhəmməd Əli. Enteri vuran kimi gördüyünüz kimi götürmür. Çünki niyə? Maksimum 10 dənə simvol olmuş olardı. Baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə simvol var. Oldu. Ondan çox simvol yaza bilmərik. Bax, bunu da mütləq yadda saxlamış olun. Bir də belə bir şey var. Sən burada number'dan daxil olsaq, burada yeni bir əmrdir. Validation rule. Bu, qiymətə şərt qoymaq deməkdir. Yəni, nə deməkdir? Sən 10 ədədindən böyük ədədi yaza bilməyim. Demirəm, amma simvollar. Bu, elə bir simvoldur. Bayaqları dediyim faiz sayısı. Ondan çox simvol yaza bilmədik. Bir də məsələn deyirəm, 100-dən böyük ədəd yazmayayım, 200 yaza bilməyim. Onda da validation rule, yəni qiymətə görə şərt əmrindən istifadə etmiş olardı. Bizdən isə, bəli, onu soruşurdu. Ona görə bir problem olmadı. Tərk eləyək buranı, sahənin ölçüsü düzgün cavab olmuş oldu. Faiz sayısı. Gəldik 37-ci suala. Raster qrafik redaktorları haqqında hökmlərdən hansı doğrudur? Bilirik ki, redaktorların, qrafik redaktorların 4 əsas növü var. Var raster redaktorlar, var vektor, ölçülü və fraktal qrafikası var və bunların ərəsinin redaktorları var. Siçanın köməyi ilə ixtiyari formalı xətt çəkmək olur. Əlbəttə mümkündür. Paintdən düşünün ən azından. Paint raster redaktordur. Siçanın köməyi ilə ixtiyari bir çəkmək olar. Şəkilləri xarici yaddaşda saxlamaq olmaz. Əlbəttə olar. Paintdə biz düzəliş eləyəndən sonra hard diskə saxlayırıq. Onu hardasa saxlamalıyıq. 2 yanlışdır. Baxın, 2 yanlışdırsa silirdiniz. Fikir verin. 1 düzgündürsə götürürdünüz. B variantı qalırdı. Yəni, bunları deyirəm ki, imtihanda istifadə edin. Təsvir fraqmentləri miqyaslaşdırmaq olar. Əlbəttə olar. Göstərəcəm Paintdə. Bunu niyə bəs xətt çəkdim mən? Dedim, olar. Silək bunu. Bu üçü götürəcəyik biz. Aha, növbətisinə baxaq. Deməli, təsvirin rənglərinin korreksiyası mümkündür. Əlbəttə, Photoshopda, Paintdə rəngləri biz düzəliş verə bilirik. Animasiya tətbiq etmək mümkündür? Xeyr. Yəni, hələ ki, Photoshopdur, bunlarda animasiya tətbiq etmək mümkün deyil. Çünki animasiyanı biz artıq 3 ölçülü redaktorlarda keçirik. Oldu. Ona görə 5-i də götürməyəcəyik. 1, 3, 4. Mən bəzi şeyləri Paintdə deyim sizə. Baxın, Paint'in də Paint 3D olaraq 2 modeli var. Artıq Windows 10 əməliyyat sistemində. Deməli, burada hər hansısa bir ixtiyari formalı xətt çəkmək mümkündür. Və ya gördüyünüz kimi, burada rənglərlə də işləmək mümkündür. Sarı rəngdə çəkdim. Və yaxud da bunu yaxınlaşdırmaq da olar. Fikir verin, miqyaslaşdıra bilirəm bunu. Bu formada. Paintdə də 800 maksimum miqyas olmuş olacaq. Görürsünüz də yaxınlaşdıranda piksellər əmələ gəlir. Çünki bu qrafik redaktor, raster redaktorlar piksellərlə işləyir. Raster qrafikasının əsası ilə piksellərdir, minimal obyekt. 38-ci sual. FTP protokolu nə üçündür? FTP protokolu fayl, transfer protokol, faylların ötürülməsi protokoludur. Ona görə düzgün cavab olur. B variantı. Oldu. Web səhifələrə baxılması üçün HTTP protokoludur. Adətən, yəni bundan istifadə olunur. Elektron məktub göndərən zaman SMTP protokolundan istifadə olunur. Elektron məktubun alınması üçün IMAP və yaxud da POP3 protokolundan istifadə olunur. Bundan əlavə NNTP protokolu var. NNTP telekonferansiya xidmətinin protokoludur. Ondan sonra var idi orada HTTP protokolu hipermətnlərə və yaxud da dünya hörümçək-tor, yəni World Wide Web xidmətinin HTTP, HTTPS, bunlar hər ikisi protokol idi. Yəni həmin xidmətin protokolları idi. Ondan sonra nələr var idi? Qeyd elədiklər. Bir də Jopper var idi. Bu da hiyerarxik menyu vasitəsilə mətn fayllarının axtarışı xidməti. Onun elə protokol da məhz bu olmuş olardı. Yəni protokollar da əzbərləmək lazımdır. Bundan əlavə TCP protokolu var idi və IP protokolu var idi. İnternetdə əsas baza protokollar sayılırdı. Gəldi indi 39-cu suala. Deyir, tələbələr və onların yazıldığı fənlər haqqında verilənlər bazası fraqmenti var. Biz buradan seçməliyik. Nəyi? Biz buradan seçməliyik. Deməli, cədvəli fraqmentin əsasən riyaziyyat fənninin neçə birinci qrup tələbəsinin yazıldığını təyin edin. Deməli, baxıram, görürəm ki, mənə lazımdır riyaziyyat. O zaman ikinci cədvələ baxın. Riyaziyyat olanlar 226-dır. Riyaziyyat olanlar bu hissədə 224-dür və riyaziyyat olanlar 225-dir. Başqa qaldı riyaziyyat? Yox. Riyaziyyatlar bunlardır. 226, 224, 225. İndi bunların ID-ləri var. Yuxarı hissədə ID-lərini işarələyirəm. 226-dır, 224-dür və 225-dir. Başqa da qaldı mı? Yox, qalmadı. 224, 225, 226. Bunları işarələdim riyaziyyatda oxuyanlar. Mənə birinci qrup lazımdır. Baxın, Əlizadə 224 olsa da, yəni riyaziyyatda oxusa da, amma ikinci qrupdur. Ona görə bunun üzərindən xətt çəkirəm. Bu mümkün deyil. Digərləri Babayeva 4, 1, yəni birinci qrupdur. Götürəcəm bunu ona görə.
və Rüstəmova da birinci qrupda götürəcəm. Demək, həm riyaziyyatda oxuyan 224-dür, həm də 225-dir, həm də bu birinci qrupdur. 226 da eyni formada Rüstəmova da oxuyur deməli riyaziyyatda, ixtisası da, qrupu da birinci qrup olmuş oldu. Deməli, düzgün cavabımız olur, 2 dənə olmuş olar. Oldu, 2 dənə sətir, 2 dənə yazı bunu ödədi. Gələk 40-cı suala. Mətni yığarkən baş və sətri hərflərə keçmək üçün caps lock düyməsindən istifadə olunur. Bunu biz ekran klaviaturasında da görə bilərik. Caps lock'a vurduqda baş hərf rejiminə keçmiş olaraq. Oldu. Bu baş hərfdir, böyük hərflərdir. 41-ci suala gələk. Doğru fikirləri müəyyən edin. Hər bir kompüter mərkəzi və periferiya hissəsindən ibarət olur. Bəli, Neyman arxitekturasına görə hər bir kompüter mərkəzi və periferiya hissəsindən ibarətdir. Xarici qurğular kompüterin işləməsi üçün vacibdir. Kompüterin işləməsi üçün vacib deyil demək çox da düzgün deyil. Yəni işləməsə də olar bəzi xarici qurğular. Bunu götürməyə bilərik. Hesab məntiq qurğusu idarəetmə qurğusunun idarəsi altında işləyir. Bəli, adından da məlumdur onsuz da idarəetmə qurğusu götürəcəyik. İnformasiya əməli yaddaşda emal edilir, səhvdir. İnformasiya prosesorda emal edilir. Deməli, əməli yaddaş sözü yanlışdır. Əməli yaddaşda müvəqqəti olaraq sağlanır. 1-3-ü götürdük. Gələk bu tərəfə. Mərkəzi hissə ilə periferiya hissəsini sistem interfeysi əlaqələndirir. Düzdür. Kompüterin ümumi işini mikroprosesor idarə edir. Qurğu olaraq bəli, o idarə edir. Emal edirəm də. Bütün yaddaş qurğuları mərkəzi hissəyə aiddir. Xeyr, biz xarici yaddaş qurğularını da bilirik də. Düzdür, keçmiş yollarda. Deməli 1, 3, 5, 6. Düzgün cavabımız C variantımız olmuş olacaq. Bunlar doğru cavablardır. 42-ci suala gələk. Hansı üsullarla cari təqdimata yeni slayd əlavə etmək mümkündür? Diqqətli olun, bu hissədə tələbələr bəzən qarışdırır yeni slaydla təqdimatı. Baxın, yeni slayd dedikdə nə nəzərdə tutulur? Əvvəlcə onu deyim, sonra göstərəcəm sizə. Slayd dedikdə sol kənar hissədə yerləşən səhifələrdir. Bax, burada yerləşənlərdir. Oldu. Biz bunu nə cür əlavə edə bilərik? Bütün yolları deyirəm. Home tabından New Slide əmri vasitəsilə, Insertdən New Slide əmri vasitəsilə, ondan sonra klaviaturadan Ctrl-M vasitəsilə, Ctrl-M. Ekran klaviaturasını yenə aktiv edeyim, göstərim sizə. Ctrl-M. Baxın, Ctrl-dan M-i vurdum, yeni slayd yarandı. Ctrl-M-i vurdum, yeni slayd yarandı. Oldu. Bu yeni slayd yaratmağın yoluydu. Yeni təqdimat dedikdə, bu yeni bir fail, təqdimat yaratmaq deməkdir. Biz onu eləyə bilərik. File menüsündən, New kateqoriyasından, Blank Presentation, yeni bir təqdimatı belə yarada bilərik. Fikir verirsə, yarandı yuxarı hissədə də Presentation 2. Və yarada bilərik klaviaturadan Ctrl-N düyməsinin vasitəsilə, N düyməsi. Və yaxud da burada belə bir əmrimiz var. Cəhd müraciətlər panelində, New əmrin. Biz buna da vursaq, yeni bir təqdimat yaratmış ola bilərik. Oldu. Təqdimatla, yəni slaydı qarışıq salmayın ki, imtahanda düz yaza biləsiniz. Gələk indi bura. Bizə sadəcə yeni slayd deyir. Ona görə biz belə eləyək. Slaydlar panelində slaydı seçib Enter düyməsinə vuranda, bəli, bu da mümkündür. Ən çox elə bundan istifadə edin. Bir slaydın üstünə qoyub Enter vuranda nə qədər istəyiriksə yaradırıq. Quick Access Toolbar müraciətlər panelində yeni əmrin vursaq, yeni təqdimat yaradır. Baxın, bura yazıram. Təqdimat, T yazdım. Klaviaturada N düyməsinə vursaq, Ctrl-N, bu da yeni təqdimat yaradır. File tabının New eləməklə bu da yeni təqdimat yaradır. Deməli, 5-ci deyir, New Slide əmri vasitəsilə Home-dan düzgündür. 6-cı Ctrl-M düymələr düzgündür. Cavab olacaq 1, 5, 6. O da Y variantında düzgün olaraq göstərilir. Keçdik 43-ə. İnformasiyanın formaları hansılardır? Analoq və rəqəmsal var. Burada sadəcə analoq verib, 1-ə uyğundur, yalnız C. Bu qədər. A variantı cavabdır. Mən variantı bu qədər tez deməyim, o demək deyil. Yəni, siz imtahanda müəllim belə tez götürək. Bütün variantlara baxın. Görün, birdən başqa. Hansındasa yalnız C var. Çünki dedik axı, dəqiqlikdir, mətindir, analoqdur, qrafikdir, tamlıqdır. Bunlar ayrı-ayrıdır. Yəni, analoq bir dənə bunun formasıdır. Təqdim olunma üsulları dedikdə bunun növləri başa düşülür. Mətin növü var informasiyanın, qrafik növü var verilənlərdən. Digər növlər də var, multimedia falan. Hazırda mətin qrafik görürük. Yəni 2-yə uyğundur. B-dir. Xassələr də dəqiqlik və tamlıqdır. A və Y. Yenə onsuz da cavabımız A variantı qalmış olacaq. Əla. Bunu da öyrəndik. Şəbəkə adapteri şəbəkə kartı ilə və ya şəbəkə burada platası ilə eyni şeydir. Şəbəkə adapteri, şəbəkə kartı, şəbəkə platası hamısı eyni olan anlayışlardır. Anakart üzərində yerləşən qurğulardan biridir. Ona görə cavab olur B variantı. Şəbəkə kartı, şəbəkə adapteri, şəbəkə platası. 45-ci suala gələk. Neyman arxitekturasının əsas prinsiplərinə aid olanı müəyyən edin. Neyman arxitekturasına görə kompüter proqramlı idarə olunur. Bir doğrudur. Kompüter proqramsız idarə oluna bilər, yanlışdır. Kompüter proqramsız necə işləyəcək? Deyir ki, özdə proqramla idarə olunur və kompüterin işləməsi üçün proqram önəmlidir, vacibdir, mütləqdir. Olmasa olmaz.
Kompüter paralel ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yanlışdır. Kompüter ardıcıl ünvanlanan yaddaşa malikdir. Doğrudur. Əmrlərlə verilənlər arasında aşkar fərq yoxdur. Bu da doğrudur. Verilənlərin təyin edilməsi aparat səviyyəsində aparılmır. Verilənlərin təyin edilməsi demişik ki, proqram səviyyəsində aparılmış olur. 1, 4, 5, 7. 1, 4, 5, 7 hardadır? Deyir ki, olar. Düzdür. Əsas prinsiplərini deyir. Bəli, mümkündür. 1, 4, 5, 7. Doğru cavab olur bu. Gəldik 46-cı suala. Bu artıq açıq suallara keçdik. Biraz diqqətli olaq açıq suallarda. Belə bir diaqramdır. Bu diaqram A2, S2 diapazonunda olan ədədlərə uyğun verilib. Faizlər onu göstərir. Hesablayaq görək nədir bu? Deyir B1-in qiyməti. Görürsünüz də B1-in qiyməti 4-dür. B1-in yerinə yazıram bu hissədə 4. Üstə gəl A1-in qiyməti. A1-in qiymətidir. A burada, 1 burada. 2-dir yəni. 2. İfadə belə olur. 4 üstə gəl 2 bölə 2. 4-ün üzərinə 2 bölə 2. Yəni 1-i gəlirəm. Deməli A2 xanasının qiyməti nə oldu? A2 xanasının qiyməti oldu 5. Bunu yazdım. Əla. Fikir verin bir dənə. S1 vurulsun 3 çıxılsın 1. S1-in qiymətini bilmirəm axı. Hazırda boşdur. Elə S1 olaraq qalsın. 3-ə vururam, çıxıram B1-i. B1-in də qiyməti hazırda yenə 4-dür. İfadə belə qalsın. Növbəti hissəyə gələk. Deməli, mən hələ ki S2-ni tapmamışam. Daha doğrusu mən B2-ni tapmamışam. Zaten məndən onu istəyir. Mən S2-ni hesablayacağım indi. Bu hissədə B1-in qiyməti 4. Üstə gəl. 3 vurulsun A1. A1-in də qiyməti 2-dir. Deməli, 4-ün üstünə 3 vuraq 2-ni, yəni 6-nı gələndə S2-nin də qiyməti oldu 10. Burada yazıram, S2-nin qiyməti oldu 10. Mən dedim ki, bu A2, S2 diapazonunda, özü deyir daha doğrusu, mən deməkdən əlavə, özü deyir ki, bu diapazonunda olanlar bu diaqramı verməlidir. Baxın, bu 5-dir, bu 10-dur. 2 dəfə çox olan hansıdır? 10-dur da, düzdür. Burada da 50 25-dən 2 dəfə böyüdür. Deməli, bu S2-nin qiyməti 10, əlbəttə düşəcək 50%-ə. Onda digər 25-də olacaq A2-nin qiyməti 5. Həm də biz nəyə bildik? Bu 25-dir, bu da 25-dir də. Deməli, bu xananın qiyməti A2-nin qiyməti 5-ə bərabərdirsə, onda biz bu hissədə digər xananın qiyməti, yəni B2-nin qiyməti var ya bu hissədə. B2-nin qiyməti də 5-ə bərabər olmalıdır. A2 5-dir, S2 10-dursa, 25 25-dirsə, digər xana da 5-ə bərabər olmalıdır. Yəni B2-nin qiyməti 5-ə bərabər olmalıdır. B2-də hazırda ifadə budur. S1 vurulsun 3, çıxılsın 4. Mən də bunu bərabər edirəm dediyim kimi 5-ə. Oldu. S1 vurulsun 3. Yəni belə deyək də S1-in yerinə x yazsaq, 3x bərabərdir. Deməli, 4 vurub üstə gəl 5-ə, yəni 9-a, 4 üstə gəl 5, 9. X də bərabərdir 9 bölə 3-ə, yəni x bərabərdir 3-ə. Demək, S1-in qiymətinin yerində nə olmalıymış? 3 olmalıymış ki, 3-ü 3-ə vurub 4 çıxsaq, buranı da 5 alaq. Burada bayaqları tapdıq ki, 5-dir bizdə. 5, 5 o tərəfdə 10-dur. 25, 5-dir, 25, 10-dur. 2 dəfə çox olan 50 də ona bərabər olmuş olar. Yəni, diaqram sualına görə məncə kifayət qədər rahat bir sual idi. Çətin bir sual deyildi. Ümid edirəm, siz də aydın şəkildə başa düşmüş oldunuz. 47. Aşağıda verilmiş elektron cədvəl fraqmentinə əsasən nəticəsi ək olan funksiyaları seçin. Nəticəsi ək olmalıdır. Yadımızda saxlayaq. İndi birə baxırıq. Left A1 virgül 2. Left soldan saxla deməkdir. A1 xanasında 2 dənəni soldan. A1 xanasında deyək, əkinci sözüdür, düzdür. Soldan 2 dənəni saxlasaq nədir elə? Soldan 2 dənə əkdir. Demək, biz biri götürəcəyik. Ək qaldı. Növbətçisində deyir, right B2-2. Birinci B2-yə baxaq. B2 əkili sözüdür burada. B burada, 2 burada. Əkili sözüdür. Right-də sağ tərəfdən saxla deməkdir. Li hissəsi idi burada. Görürsünüz də. Bu bizə lazım deyil. Bizə li lazım deyil. Nəticəsini də yazıram bura. Bilin burada li hissəsi idi. Oldu. Ondan sonra right B3, 2. B3-də əksər sözüdür. Düzdür. Sağ tərəfdən 2 dənə saxla deyir. Sağ tərəfdən 2 dənə ər sözüdür. Demək ki, bizə B3-dəki bu ər sözü də lazım deyil. Burada sildik. Buraya yazıram ər. Ondan sonra gəldik right B1, 2. B1-in qiyməti fələşdir. Düzdür bu hissədə. Və onun da right sağ tərəfdən 2 dənə saxlasaq ək hissəsi idi. Demək bu düzgündür. Ək qaldı. Onda 4-ü də götürəcəyik. 4-ü də 1 plus. Right A2, 2. A2-də əlcək sözüdür. Düzdürmü? Əlcəyin də sağ tərəfindən 2 dənə saxlasaq, onda yenə düzgündür. Ək qaldı. Left A4, 2. A4-də bizdə tütək sözüdür. Left də soldan deməkdir. Soldan 2 dənəni saxla. Tüh hissəsi idi. Bizə də tüh lazım deyildi. Ona görə bunu da sildik bu hissədən. Burada yazaq tühdür. Aha. Və sonuncu A3, 2. A3-ün qiyməti də küləkdir. Hazırda A3-də də deməli yazılıb 2. Yəni left sol tərəfdən 2 dənəni saxla. Bu da Q hissəsi idi. Demək ki, burada da Q-dür. Bizə qaldı elə 1, 4, 5. Düzgün cavab oldu. 1, 4, 5. Və əla, bunu da işarə elədik.
Gəldik 48-ci suala. Çox rahat sualdır əslində. İkilik say sistemində verilmiş bu ədədin onluq say sistemində hansı ədədə uyğun olduğunu tapın. Biz belə eləyə bilərdik də 2-nin qüvvətləri kimi yazmaq. 1, 2, 4, 8 və 16. Birlərin üstündəkiləri toplasaq birbaşa onluğa çevirəcəyik. 16, 8, 0-ı 4-ün üstündən xətt çəkirik. 2, 1. Bu da eləyir bizdə 20, deməli neçə? 27. Söz cavabımız olur 27. Və ya belə də yazmaya bilərdiniz, normal açılışla da yaza bilərdiniz. Bu formada, yəni 0, 1, 2, 3, 4, belə nömrələyirdiniz. 1 vuraq 2 üstü 4, 1 vuraq 2 üstü 3, 0 vuraq 2 üstü 1, 1 vuraq 2 üstü 1 və 1 vuraq 2 üstü 0. Bu formada yazıb yenə cəmləyəndə onsuz da 27 alınmış olur. Çox da çətin sual deyildi, ona görə mən qalmıram. Və ya belə də eləmək mümkün. Ən rahat elə budur. Bundan əlavə yol deməyim. Yəni sualın özü asandır. Lap da baş qarışdırmayaq. Seyvas dialoq pəncərəsindən sənədlərlə bağlı hansı əməliyyatları icra etmək olar? Eyni zamanda 3 fərqli yaddaş qurğusunda saxlamaq olmaz. Yalnız bir fərqli yaddaş qurğusunda saxlamaq olar. Elektron posta göndərmək mümkün deyil. Faili Seyvas pəncərəsindən biz necə elektron postdan göndərək? Bir yadda saxlayaq, ondan sonra göndərək də harası? 2 də yanlışdır. Sənədi mühafizə etmək olur. Göstərəcəm sizə necə müdafiə edirik. Eyni zamanda 2 fərqli formatda yadda saxlamaq olmaz. Ancaq bir fərqli formatda olar. Ya docx kimi, ya PDF kimi, ya bir başqa fail genişlənməsi formasında. Başqa adla yadda saxlamaq olar Seyvas'dan. Başqa yaddaş qurğusunda da saxlamaq olar. Sənədi PDF formatında da saxlamaq olar. Yəni düzgün cavab olacaq 3, 5, 6, 7. İndi mən bunları göstərim. Necə olur 3, 5, 6, 7. Birinci Word-ə daxil olaq. Bu hissədə F12 düyməsini basaraq Seyvas əmri pəncərəsini açaq. Buradan bax, başqa adla yadda saxlamaq olar. Görürsünüz də. Biz CD diskini görürük, düzdürmü? Burada flash kartımız olsa onun da adı çıxacaq. Biz orada da saxlaya bilərik, flash kartda da. Başqa yaddaş qurğusunda da saxlamaq olar. Amma məsələn, nə olmaz? 2 dənə yaddaş qurğusunda olmaz saxlamaq. 2 dənə genişlənməklə necə saxlayacam mən? Oldu. Sənədi parolda mühafizə etmək də budur. Aşağı hissədə tools hissəsinə vurub general optionsa vururuq və sənədi mühafizə edirik. Password-da open. Yəni sənədin açılmasına parol qoy. Oldu. Və ya sənəd üzərində düzəlişlərə parol qoy. Biz bunu həyata keçirə bilərik. Demək ki, qeyd etdiyimiz kimi, bəli. Burada 3, 5, 6, 7 PDF formatında da saxlamaq olur. Onu bir də göstərim sizə. Deməli, biz F12-yə vurub Seyvas'ı açsaq, burada PDF formatını seçsək və Save düyməsinə vursaq, avtomatik PDF olaraq yadda qalmış olacaq. Və gəldik sonuncu sualımıza. Uyğunluğu müəyyən edin. Web server nədir? Web server xüsusi kompüterdir. Yəni, internetdəki verilənlərə daxil olma imkanı yaradan xüsusi kompüterdir. 1-ə ona görə uyğundur Y. Web səhifə. Web səhifə, belə deyək də, elə bir magistrol.com. Orada nələr var? Linklər var, düzdür. Ən azı bir dənə hiperistinat var. Ən azı bir hiperistinada malik olan sənəddir web səhifə. Yəni, D variantı uyğundur. Ondan sonra web browser. Web browserdə web səhifələrə baxış proqramıdır. Hamımızın da telefonunda, kompüterində var. Google Chrome, Microsoft Edge və ya Mozilla Firefox, telefonlarda Safari var, Opera var və s. İndi burada qaldığı web səhifələrin təşkilidir. Bu HTML-dir. HTML. Və bir də deyib, bir neçə lokal şəbəkəni əlaqələndirən xüsusi vasitə. Bunu deyə bilərik, məsələn, qurğuları, lokal şəbəkə qurğularını istinad etmək olar. Bunlardan da çoxdur. Bir neçə şəbəkə, router var, ondan sonra şülüz var. Yəni, onlar hamısı lokal şəbəkələrə əlaqələndirən qurğulardır. Ona görə düzgün cavab olur burada 1Y, 2D, 3-ə də B. Oldu. Bu, Dövlət İmtahan Mərkəzinin 29 yanvar sınağının sualları idi. Ümid edirəm bütün sualları bildiniz. Buradan qəbul imtahanına sual düşmə ehtimalı da yüksəkdir. Odur ki, yaxşı-yaxşı bura qədər izlədinizsə, qeydlərinizi apardınızsa, əminəm ki, imtahanda düşsə, siz də doğru yazmış olacaqsınız. Sizlərə uğurlar, növbəti videolarda görüşənədək öz şərhlərinizi videonun altına yazmağı unutmayın. Sağ olun, gələn videolarda görüşənədək.